Hansı cümlədə işlənmiş köməkçi nitq hissəsi ayrılıqda əsas nitq hissəsi kimi işlənə bilməz? A. Axşamdan xeyli keçəndən sonra qayıtdı. Bu nümunədə sonra zərf kimi işlənə bilər. Burada qoşmadır, amma ayrılıqda zərf kimi işlənə bilər. B. Deyəsən bu işlərin sonu yaxşı bitməyəcək. Deyəsən modal sözdür, ayrılıqda feil kimi işlənə bilir. Gör bizim söhbətimiz hara gəlib çıxdı. Gör burada ədatdır, ayrılıqda feil kimi işlənə bilir. Dünəndən bəri yayılan xəbərlər yalanmış, bəri qoşmadır, ayrılıqda zərf kimi işlənə bilir. Mən ancaq bu məhəllədə yaşaya bilərəm. Bu nümunədə ancaq köməkçi hissəsi ayrılıqda əsas nitq hissəsi kimi işlənə bilməz. Cavab olur Y bəndi. Cümlə ilə bağlı yanlış fikirləri müəyyən edin. Hava işıqlanan kimi o, Teymurləngin qoşunlarının qala tərəfinə yeridiyini gördü. 1. İsmin xüsusiyyətlərini daşıyan sifət işlənmişdir. Ümumiyyətlə, bu nümunədə sifət işlənməyib, ona görə bir səhvdir. Yalnız qrammatik mənaya malik bir söz var. Kimi burada qoşmadır. Baxın, qala tərəfə tərəf isimdir. Qalaya tərəf olsaydı qoşmalardır. Burada qala tərəfə tərəf isimdir. Köməkçi hissəsi deyil. Ona görə bu doğrudur. Təsriflənməyən feillər qayıdış və məlum növdədir. Burada qayıdış növdə işlənmiş. Təsriflənməyən feil yoxdur. Ümumiyyətlə, təsriflənən də yoxdur. Əvəzliyin iki məna növünə aid nümunə var. O, bir də necə. Biri şəxs əvəzliyi, digəri sual əvəzliyi. Bu da doğrudur. Səhv fikirlər olduğu üçün 1 ilə 3 götürük, cavab olur B. Hansı cümlədə düzəltmə söz işlənməmişdir? A. Vəzifədə səhlənkarlıq edənlər cavab verəcəklər. Baxın, burada səhlənkarlıq düzəltməsi da burada mürəkkəb feilin tərkibindədir. Yəni, səhlənkarlıq edənlər mürəkkəb feildir. Buna ayrılıqda düzəltmə söz kimi götürmürük. B. Yazığı gəldi, son vaxtlar kişi yaman fağırlaşmışdı. Fağırlaşmaq düzəltmə feil. Bu iclasda hər şeyi açıq şəkildə danışmaq istəyirəm. Açıq düzəltmə sözdür. Axıra kimi vuruşub düşmənə mane olacaq. Vuruşmaq düzəltmə sözdür. Qoşunların onların lap yaxınlığına gəldiyini dedilər. Yaxınlıq düzəltmə sözdür. A bəndəki cümlədə düzəltmə söz işlənməmişdir. Ona görə də cavab olur A bəndi. Hansı nümunədə işlənmiş köməkçi hissələri düzgün verilməyib? A. Düz 2 il idi ki, hər yerə ərizə yazırdım, ancaq cavab verən yox idi. Düz ədat, ki bağlayıcı, ancaq bağlayıcı, ədat bağlayıcı doğru verilib. Diqqətlə yola tərəf baxdı, amma orada heç kim görünmürdü. Diqqətlə yola tərəf qoşma, amma bağlayıcı doğru verilib. Axşamdan bəri üzündə gəzən qəzəb ərköyün bir qınağa çevrildi. Axşamdan bəri qoşma. Ərköyün bir qınağa, buradakı bir nədir? Ədatdır. Burada yalnız qoşma səhvdir, çünki bir ədatdır. Sifətlə ismin arasında işlənən bir ədat mövqeyində çıxış eləyir. Yəni, birinci növ təyini söz birləşməsi arasında. Siz sanki bütün baş verənlərə görə məsuliyyət daşımırsınız. Sanki modal söz, görə, qoşma. Doğru verilib. Ağaclar get çiçək açdı. Elə bil onlar da insanlardan küsmüşdülər. Elə bil modal söz, onlar da bağlayıcı doğru verilib. Hansı nümunədə işlənmiş köməkçi hissələr düzgün verilməyib? Cavab C bəndi. Hansı cümlədə zərfin bütün məna növlərinə aid nümunə işlənib? A. Atlar addım-addım irəliləyir, bəzən lilli gölməçələrdən keçir, bəzən də ağızlarını uzadıb ağacların yarpağını qoparırdı. Bax, addım-addım tərz hərəkət zərfi, bəzən zaman zərfi, burada bəzən yenə zaman zərfidir. Başqa var, xeyr. Burada 2 nümunə işlənib, bunu çıxırıq. Mən ora dincəlməyə ehtiyacım olduğu zamanlarda gedirdim, amma artıq əvvəlki rahatlığı tapa bilmirəm. Ora yer zərfi. Başqa zərf var, xeyr. Burada bir dənədir, onu da çıxırıq. Hər gün qapısına gələn, ona pənah gətirən adamları geri qaytarmaz, az da olsa ərzaq paltar verərdi. Tutaq ki, hər gün zaman zərfini, buna zaman yazaq. Ona pənah gətirən adamları geri qaytarmaz yer zərfi, az da olsa ərzaq paltar verərdi. Burada az olsa da, çox olsa da bu mürəkkəb feil kimi. Ona görə burada 2 yazırıq. Dünən Əhməd çox sevdiyi dostlarını yığıb xəbərsiz ətərsiz birbaşa yaylağa getmişdi. Dünən zaman zərfi, çox sevdiyi, tutaq ki, kəmiyyət zərfi, dostlarını yığıb xəbərsiz ətərsiz tərz hərəkət zərfi, birbaşa yenə tərz hərəkət zərfi. Burada 3 dənə oldu. Sonralar burada ancaq özünə güvənmək lazım gəldiyini yaxşıca anlamış
Buna görə xeyli yüngülləşmişdi. Sonralar zaman zərfi, burada yer zərfi, ancaq özünə güvənmək lazım gəldiyini yaxşıca anlamış tərz hərəkət zərfi, buna görə də xeyli yüngülləşmişdi. Kəmiyyət zərfi. Bu nümunədə zərfin bütün məna növlərinə aid nümunə var. Cavab olur Y variantı. Nümunələrdən biri ancaq məcazi mənada işlənə bilir. Yaralı yerinə toxunmaq, hər hansı bir yaralı yerinə toxuna bilərik. Həqiqi mənada işlənə bilir. Yerini göstərmək, yenə həqiqi mənada işlənə bilir. Nəyinsə yerini göstərə bilirik. Çörəyi daşdan çıxmaq, yəni həqiqətən də çörək daşdan çıxarmı? Xeyr. Çörəyini kəsmək həqiqi mənada işlənə bilir. Üstünə qoymaq, nəyinsə üstünə qoymaq həqiqi mənada işlənə bilir. Cavab olacaq, yəni C variantı. Çörəyə daşdan çıxmaq ifadəsi frazol birləşməsi yalnız məcazi mənada işlənə bilir. Hansı cümlələrdə qeyri-müəyyənlik bildirən təsirli halda olan söz işlənib? Mən sözlərimi söylədim, hökmdar indi məsləhət də sənindir, fərmanda. Bu nümunədə qeyri-müəyyən təsirli halda olan söz işlənməyib. Yaşının azlığına baxmayaraq özünü kifayət qədər təmkinli böyük adam kimi apara bilirdi. Burada varmı? Xeyr, burada da yoxdur. Məclis dağılışanda qonaqların hamısına qiymətli hədiyyələr verməyi də planlaşdırmışdı. Qiymətli hədiyyələr qeyri-müəyyən təsirli haldadır. Bunu qəbul edirik. Məsləhətləşmişdilər ki, mahalın ən mahir qavalçısını gətirsinlər. Hətta beh də təklif etmişdilər. Nə təklif etmişdilər? Behi də təklif etmişdilər. Yəni qeyri-müəyyən təsirli haldadır. 3-4. Lakin bundan bir şey itirməyəcəyini düşünüb narahat olmağa heç bir səbəb görmürdü. Bir şeyi itirməyəcəyini, bu da qeyri-müəyyən təsirli halda işlənmiş sözdür. Cavab olur 3-4-5 Y variantı. İsmin xüsusiyyətlərini daşıyan sifətin olduğu cümləni müəyyən edin. A bəndi. Xavərin ürəyini üzən nigarançılıq son həddə çatdığı günlərdə Rəşid gəldi. Nümunədə işlənməyib. B bəndə. Adi elat başçısı ola-ola padşahla yanaşı at sürmək şərəfinə nail olmusan. Bu nümunədə işlənməyib. C bəndə. Günəşin ilk şüaları çayın gözyaşı kimi dumduru sularında oynayırdı. Bu nümunədə isimləşmiş sifət yoxdur. D bəndə. Soyuqlar düşməmiş onu yenidən İsfahan taxtında oturtmağa gedəcəyəm. Baxın, burada soyuq sifətdir. Soyuqlar da isimləşmiş sifətdir. Cavab olacaq D bəndi. Y bəndində sonuncu dəfə bazara gedəndə baş vermiş hadisə məsələni öz-özünə həll etdi. Bu nümunədə isimləşmiş sifət yoxdur. Cavabı da dedik zaten. D bəndi. Verilmiş fikirlərdən heç birinə aid olmayan sözü müəyyən edin. Fonetik təhlillə bağlı sualdır. Bu verilmiş xüsusiyyətlərin görə hansı digərinə aid, hər hansı birinə aid deyil. Məsələn, müthiş sözünün yazılışı deyişi fərqlənmir. Ona görə baxın, bunu bura qeyd eləyəcək. A bəndi bura gedir. Siyahı tutaq ki, bura gedir. Heç birinin yazılışı deyişi fərqlənmir. Hərflərlə səslərin sayı fərqlidir. Hərflərlə səslərin rasional olur. Rasional səs, Y səsi artır. Bunu qoyacağıq bura. Eynicisli samit qoşalığı var. Eynicisli samit qoşalığına baxırıq. Qətiyyətlə də tələffüzdə Y düşür. Bu nən kimi tələffüz olunur. Nadanlıqda isə qoşanı yanaşı gəlir. Bunu da qoyuruq bura. Yəni, qətiyyətlə niyə götürmürük? Çünki qətiyyətlə də eynicisli samit qoşalıq ola bilməz. Y-nın biri tələffüzdə düşür. Uzun tələffüz olunan saat işlənib. Nadanlıqda var. Bir də siyahıda var. Düzdür? Bunu qoyduq. Saatlərdən biri fərqli tələffüz olunur. Rasionalda o A kimi tələffüz olunur. Onu qoyduq bura. Cavabımız nə olur? Cavabımız olur. Fikir versə B bəndinin heç birini aid etmədik. Çünki eynicisli samit qoşalığı yoxdur. Hərflərlə səslənən sayı fərqli deyil. Niyə? Çünki yanın biri düşsə də lənən kimi tələffüz olunur. Yəni eyni olur səslən hərfin sayı. Sualın cavabı olur B variantı. Cədvəldəki düzgün nümunələri müəyyən edin. Vacib şəklində olan feil işlənmişdir. Əmr şəklində olan feil işlənmişdir. Anası dedi ki, körpəsi qızdırmalıdır. Ona görə də bağçaya aparmayacaq. Burada qızdırma ismindən qızdırmalı sifəti düzəlib. Bir də vacib şəklində olan feil yoxdur. İşlərini bitirməlidir, yoxsa gəzməyə edə bilməyəcək. Vacib şəklində olan feil var. 2 ilə olan bəndləri saxlayırsınız, digərlərini çıxdıq. Əmr şəklində olan feil işləmişdir. Gəlin axşam birlikdə maraqlı bir film izləyək. Gəlin əmr adatıdır, izləyək də əmr şəklində olan feil kimi qəbul edirik.
Tək geri qayıda bilək. Tək arzu ədatıdır, bilək isə arzu şəklində olan feil olacaq. Bunu da çıxırıq. Özümüz problemi həll edərik. Burada da yenə eyni şey. Cavab olur 2, 3, D variantı. Mətnə görə biri məqsəddir. Bax, mətnin əsas hissələrində, bu hissələrdə Bayram Xocanın dediyi sözlərə fikir verin. İstəkli balam, Sultan Hüseyin ilə bu savaşın nəticəsi bizdən ötürü çox vacibdir. Bu savaşı udsaq, yerli cəmaatla qaynayıb qarışmış dağınıq soylarımızı bir dövlətdə birləşdirməyə başlaya bilərik. Baxın, Bayram Xocanın məqsədi nədir? Bu döyüşə qalib gələrək, yəni savaşı udub soyları vahid dövlət ətrafında birləşdirmək fikrini götürə bilərik. Sualın cavabı olur D variantı. Mətndə altından xətt çəkilmiş ifadələrə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. İfadələr buradadır. Tutaq ki, tabe olmaq, hədələmək, öhdəsindən gəlmək, bir də ehtiyat etmək. Onların mənası tabe olmaq, itaat etmək doğrudur. Hədələmək, qorxutmaq doğru, öhdəsindən gəlmək, bacarmaq doğrudur. Ehtiyat etmək, çəkinmək doğru. İndi bunların məcazi mənalı qarşılığı, hədələməyin məcazi mənalı qarşılığı təhdid etmək, səhv göstərilib. Ehtiyat etmək də geri durmaq məcazi mənalı qarşılığı deyil. Yəni geri durmaq məcazi mənalı qarşılıq deyil. Ona görə bunu çıxırıq. Cavab olacaq. Yəni 2 ilə 4 səhvdir, 1 ilə 3 doğrudur. Cavab olur B variantı. Mətnə görə klasteri tanımlaya bilməyən fikirləri müəyyən edin. Yəni Qara Məhəmmədə aid olmayan xüsusiyyəti tapmalıyıq. Yəni klasteri tanımlaya bilən fikirlər deyəndə Qara Məhəmmədə aid olan xüsusiyyətlərdir. Amma tanımlaya bilməyəndə deməli buna zidd olan fikirləri tapmalıyıq. Problemləri sülhlə həll etməyə üstünlük verir. Mətndə belə bir şey haqqında danışılmır. Tarixi ənlərə həssas yanaşır. Varmı elə bir şey mətndə? Yenə öz əksini tapmayıb burada. Hətta oğlunun evlənmə məsələsi də tutaq ki, ancaq yüksək təbəqənin ailəsinə evlənmək məsələsində heç toxunulmur. 1-2. Əmisini razı salmaq üçün köhnə bir hadisəni xatırladır. Bəli, sonda Alı kişinin adını çəkədir. O bir vaxt sən ölüm ağzından alıb. Bu doğrudur. İnsanlar arasında ayrı-seçkilik qoymur. Bəli, kasıbları yəni qan qardaşlarımız adlandırır. Düzdür, bu da doğrudur. Hakimiyyətdə təmsil olmaq niyyətindədir. Mətndə belə bir fikir yoxdur. Yəni ona aid bir fikir deyil. 3 ilə 4 doğrudur. 1, 2, 5 yanlışdır. Biz indi yəni klasterdə tanımlaya bilməyən fikirlər kimi 1, 2, 5-i C variantını götürməliyik. Mətnin düzgün plan ardıcılığını müəyyən edin. Baxaq görə verilənlərin ardıcılığı necə olmalıdır? Əvvəldə ilk abzasında danışılır. Bayram Xoca ilə Sultan Hüseyin arasının dəyməsindən və biz buna baxaraq Qaraqoyunluların Cəlair hökmdarlığını qəbul etməməsi, bəli, Sultan Hüseynin hökmdarlığını qəbul etmir. Onun qoyduğu vergiləri vermir, ona tabi olmaqdan boyun qaçırır. Bax, bunu toxuna bilərik. İkincini bir götürürük. Bax, 2-ni birinci yazırıq. Sonra əgər bu da Bayram Xoca Sultan Hüseynin hökmranlığını qəbul etmir, ona vergi verməkdən boyun qaçırır və bunların arası dəyir. Ona da aralarında gərginlik artır. Bu məqamda Bayram Xocanın qardaşı oğlu Qara Məhəmməd gəlir və əmsi də onadır, gəlişindən narazı qalır. Burada bunu göstərə bilərik. Sonra əmsi ona deyir ki, bəs belə bir məqam var ki, Sultan Hüseyin bizə hücuma keçəcək, sən buradasan, qalanı başsız qoyumsan. Qara Məhəmməd də nə edir? Yəni o Sultan Hüseynə belə deyək ki, ciddi yanaşmır da, onun hücumunu qeyri-ciddi alır. Deyir, həmişə gəlib də heç vaxt hücum eləməyib. Yəni onu da boş ver, bu da bir hücumun biridir. Yəni gəlib keçib gedəcək. 2-5-1-4 sonunda da Qara Məhəmmədin xəttinə demək istəməyən Bayram Xocanın yumuşalması, sonra da bu hadisələr belə davam eləyir. Bunu da bu şəkildə düzə bilərik. Ardıcıllıq 2-5-1-4-3 A variantı. Mətnə əsasən düzgün fikri müəyyən edin. Din xadimlərinin fikirləri hakimiyyət üçün heç vaxt əhəmiyyətli olmayıb. Xeyr, elə bir fikir yoxdur. Bu yanlış yanaşmadır. B. Qaraqoyunlular yerli camaatı sıxışdırıb çıxarmağa çalışır. Bu haqda fikri yoxdur. Qara Yusif yeganə oğlunun hisslərini anlayışla yanaşır. Qara Yusif haqqında danışır. Burada Qara Məhəmməddən söhbət edir. Qara Yusif Məhəmmədin oğludur zaten. Belə bir fikri yoxdur. Bayram Xoca problemləri müəyyən etməkdə çətinlik çəkir. Xeyr, görür. Çünki uzaq görəndir. Belə deyək ki, yaşı çoxdur, təcrübəlidir.
Bayram Xoca Sultan haqqında xəbər gətirən adamlarına inanır. Bax, burada nə deyir? Yox, bu dəfə sən fikirləşdiyin kimi deyil. Kəşfiyyatçılarımız lap səhih xəbər gətiriblər. Sultan Hüseynin qoşunları yoldadır, birbaşa üstümüzə gəlirlər. Bu doğru fikirdir. Cavab olur Y variantı. Mətnə əsasən müəyyən edib yazın. Bayram Xocanın Sultan Hüseynin hücumuna münasibəti, Qara Məhəmmədin Sultan Hüseynin hücumuna münasibəti. Burada qeyd edə bilər ki, Bayram Xoca Sultan Hüseynin bu dəfəki hücumunu çox ciddiyə alır. Bayram Xoca Sultan Hüseynin bu hücumunu ciddiyə alır. Qardaşı oğlu Qara Məhəmmədin bu məqamda onun yanına gəlməyinin narazılığını bildirir. Kəşfiyyatçılarının gətirdiyi xəbərə çox inanır və s. Yəni onun ciddiyə alma fikirlərini əks etdirən bu kimi ifadələr yaza bilərik. Qara Məhəmmədin də fikri nədir? Demək olar ki, bu dəfəki hücumu da digərlərinə bənzədir. Yəni sadəcə orada deyir, hücuma keçən deyil, yəni onu ciddiyə almır. Yaza bilərik, ciddiyə almır. Və yaxud da burada bir ifadə var. O Sultan Hüseyni boş-boşuna gürüldayıb, yağış tökmədən ötüşən buluda bənzədir və s. O kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndə tünd qara hərflərlə verilmiş ifadəni mətnin üslubu xüsusiyyətlərinə uyğun olaraq obrazlı şəkildə təqdim edin. Yəni obrazlı şəkildə məcazən, burada özü də qoşunlarının sayı lap çoxdur. Yəni bu ifadəni məcazi mənalı fikirlərlə elə çatdırmalısınız ki, yenə də çoxluğu görünsün. Məsələn, qeyd edə bilərik ki, ordusunun ucu bucağı görünmür. Şişirdirik də burada, düzdür, mübaliğəli şəkildə. Ordusunun ucu bucağı görünmür. Bu formada qeyd edə bilərik. Məsələn, daha belə obrazlı şəkildə deyə bilərik. Ki, dəniz qırağındakı qum dənələrə qədər qoşunu var. Məsələn, dəniz kənarındakı qum dənələri qədər əsgəri var, qeyd edə bilərik. Əsgəri var və s. Yəni bu şəkildə bu kimi nümunələr yazaraq sualı cavablandıra bilərik. Keçi can hayında qəssab piy axtarır. Atalar sözünü mətnin məzmununa əlaqələndirin. Bəli, burada açıq aydın görünür ki, Bayram Xoca Sultan Hüseynin hücumunun təhlükəsini yaşayır, amma Qara Məhəmməd də gəlir nə deyir? Bu məqamda oğlunun toyu ilə bağlı məlumat verir. Yəni budur burada məsələ. Yəni qeyd edə bilərik ki, Bayram Xoca Sultan Hüseynin hücumunun təhlükəli olacağını düşünür. Qara Məhəmməd isə oğluna toy etmək fikrində olduğunu deyir. Bayram Xoca da bununla bu haldan ciddi narahat olur və toyun vaxtı deyil fikrini səsləndirir. Bax, bu kimi nümunələr yazaraq sualı cavablandıra bilərsiniz. Yəni mütləq mətnin məzmununa əlaqələndirin. Yəni burada mətnin məzmununa əlaqələndirməsəz tam cavab gözləməyin. Mətndə təsvir olunan hadisələr Qaraqoyunlu qəbilə birləşməsinin daxili münasibətləri barədə hansı məlumatları verir? İlk dəfə deyə bilərik ki, idarəçilik hələ tam mərkəzləşməyib. Çünki Bayram Xoca nə deyir? Deyir, bu savaşdan sonra biz öz soydaşlarımızı birdə yığıb vahid dövlətdə birləşdirə bilərik. Yəni qeyd edə bilərik ki, idarəçilik hələ tam mərkəzləşməyib. Bunu qeyd edə bilərik. Sonra Sultan
Hüseynin hücumu ilə bağlı fikir ayrılıqlarını deyə bilərik. Düzdür? Fikir ayrılıqları mövcuddur. Fikir ayrılıqları mövcuddur. Çünki Qara Məhəmmədlə Bayram Xocanın ilə danışığını görürük burada. Mövcuddur. Bu kimi fikir yaza bilərik. Sonra sosial təbəqələşmə, yəni kasıb varlı ayrı seçkiliyi var. Orada adi rəiyyət qızı ilə mi evlənmək istəyir? Bax, bunu deyə bilərik. Sosial təbəqələşmə hiss olunur. Sosial təbəqələşmə hiss olunur. Bunu qeyd edə bilərik. Sonra hərbi təhlükə birliyi üçün sınaq yaradır. Bu, savaşın olması, soydaşlarını bir yığıb dövlət qurmaq məsələsi. Hərbi təhlükə birlik üçün ümid verir, belə yazaq, ümid verir və s. Bu kimi fikirlər yazaraq sualı cavablandıra bilərik. Qara Məhəmmədin Sultan Hüseynə qarşı münasibətində ironiya hiss olunur fikrini mətndə işlənmiş hansı cümlə ilə əsaslandıra bilərik? Bax, burada fikir verin. O, Sultan Hüseyni boş-boşuna guruldayıb yağış tökmədən ötüşən buluda bənzədir. Bax, bu ifadədə açıq-aşkar ironiya hiss olunur. Yəni, bu cümləni yazaraq sualı cavablandıra bilərsiniz. Qeyd edirik ki, Qara Məhəmməd Sultan Hüseyni boş-boşuna guruldayıb yağış tökmədən ötüşən buluda bənzədirdi. Bu cümləni yazaraq sualı cavablandıra bilərik. Hansı fikirlər mətnin tezisi hesab oluna bilməz? 1. İnsanların qeyri-adi bacarıqlarının dini baxımından müxtəlif izahları verilir. Mətndə ümumiyyətlə buna toxunulmuyor. Buna görə də bu tezis kimi verilə bilməz. Ünsiyyət insan orqanizmində gizli mexanizmlərin aktivləşməsinə səbəb ola bilər. Son abzasa fikir verin. Ünsiyyət, əllə görüşməsi kimi təmas baş verdikdə DNT-də təşkil olunmuş materiya hissələrinin mübadiləsi baş verir. Başqa sözlə, biz digər insanlardan genetik material toplayırıq və s. və s. Deməli, bu mətndən, bax, bu abzasdan çıxan tezis kimi götürə bilərik. Alimlər qeyri-adi insan qabiliyyətlərinin izahında müxtəlif versiyalar irəli sürürlər. Bəli, bu mətndə də öz əksini tapıb, bunu göstərə bilərik. Hündürlükdə qalmaq meditasiyayla məşğul olan hər bir insan qazandığı vərdişdir. Bu, ümumiyyətlə, doğru deyil. Çünki yuxarıda bir dənə fikrin bu abzasda. Yəni, ibadət zamanı Rabliyə hazırlanan adamlardan birinin çox yavaş sürətli yerdən aralandığını görür. Burada birinin deyir, burada isə bu abzasda da onlar deyil. Yəni, hər bir insana aid deyil. Deməli, biz yuxarıdakı abzasa görə bunu çıxara bilmərik. 5. İnsan havada uzun müddət qala bilməsi onun fiziki sağlamlığı ilə əlaqədardır. Bunu da mətndən tezis kimi çıxara bilmərik. 2-3-ə çıxırıq, cavab olacaq 1, 4, 5, Y variantı. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Buradan doğru olan fikirləri götürəcəyik, buradan yanlış, buradan da ehtimal olanları. İnsanlar ünsiyyət zamanı genetik material mübadiləsi aparırlar. Son abzasdan bunu çıxartmaq olar, bu doğrudur. Levitasiya hadisəsi müxtəlif alimlərin marağına səbəb olan fenomendir. 2-ci abzasda Robert Stuartdan söhbət gedir. 3-cü abzasda Erik Bergholzdan söhbət gedir. Bu da doğrudur. Qeyri-adi fenomen fərqli yaş kateqoriyasına aid insanlarda ola bilər. Mətndə həm böyüklərdən, həm də uşaqlardan danışılır. Bu abzasda bir uşaq öz valideynlərinə. Bu doğrudur. 3-ü götürməyəcək. Çünki buradan yanlışı götürməliyik. Harada 3 varsa çıxın, cavab avtomatik çıxır. Alimlər insan orqanizmindəki bütün genlərin genetik informasiya ötürdüyünü deyirlər. Bax, burada Anoxinin dediyinə fikir. Anoxinin analizinə görə insan orqanizmində susmuş genlər var ki, onlar heç bir genetik informasiya ötürməyə xidmət etmir. Deməli, bütün genlər informasiya ötürmürlər. Bu yanlışdır. İnsanların qeyri-adi bacarıqları genetika ilə əlaqəlidir və mətndə də zaten alimlər bunu ehtimal edirlər ki, bu genetika ilə bağlı ola bilər. Bunu götürürük. Manqalistanda levitasiya ilə məşğul olanlar bu spesifik xüsusiyyətləri adi bir şey sayılır. Bu faktdır. Mətndə öz əksini tapıb. Cavabımız nə olacaq? 1, 2, 4, 5 D variantı.
Mətndə bundan danışılmır. 1. Pasiv genlərin xarakterinin müəyyən şəraitdə dəyişməsi. Bax, son abzasda buna fikir verin. Başqa sözlə, bir digər insanlarda genetik material toplayır. Adətən o özünü pasiv aparır, lakin müəyyən şəraitdə aktivləşir. Deməli, pasiv genetik materiallar bəzən özünü pasiv aparsa da müəyyən şəraitdə aktivləşə bilirlər. Bu doğrudur. Bir olan bəndləri çıxırsınız. İnsanların özünü daha əvvəl olmadığı yerə aid hiss etməsi, mətndə bu hissədə biz bunu görürük. Keçmiş xatirələrin insan həyatına buraxdığı mənfi təsirlər, burada mənfi təsirdən söhbət getmir. Yoqaya başlamaq üçün insandan tələb olunan ilkin bacarıq, ilkin bacarıq yox. Burada nə tələb olunur? Jurnalist və alim olmayacaqsan. O da bacarıq deyil. Uşaqlıq xatirələrinin genetik yaddaşda həmişəlik qalması, mətndə burada həmişəlik qalmasından söhbət getmir. Yəni, bir uşağın başına yanılsadan danışır, amma uşaqlıq xatirəsinin həmişəlik qalmasından söhbət. Yəni, bu ki, onun uşaqlıq xatirəsi də deyil zaten. Cavab olur 3, 4, 5 C variantı. Mətnə əsasən uyğunluğu müəyyən eləyin. Professor Elias Orod buradadır. Belə söylədir ki, biz genlərimizdə saxlanılan kollektiv şuursuz adlı böyük informasiya ehtiyatı ilə əlaqə yaratmaq qabiliyyətindəyik. Burada da fikir verin. İnsanların genlərində informasiya ehtiyatı saxlandığını güman edir. Bunu da genlərimizdə saxlanılan kollektiv informasiya ehtiyatı, bunu Professor Elias Orod'a aid edə bilərik. 1D. Sovet fiziologu Anokhin, ona görə insan ölümünün susmuş genlər var ki, Anokhin də hara aid edə bilərik? Susmuş genlərin gələcək hadisələr kodlaşdığını bildirir. 2-yə C qoyacaq. 3-ə Robert Stewart da haradaydı? Yuxarıdaydı, burada. Levitasiya barədə heyrətini şəxsi müşahidələrinə əsaslandığını bildirir. Bəli, bunu aid edərək buna. Robert Stewart da Erik Bergos da fenomeni təqdim edən alim Erik Bergos əmindir ki, genetik yaddaşda saxlanılıb. Buna da nəyə aid edəcək? Meditasiya zamanı insanın genetik yaddaşının aktivləşə biləcəyini bunu da göstərə bilər. Cavab olacaq 1D, 2C, 3A, 4B, B variantı. Mətnə görə uşaqların əvvəllər yaşamış insanların xatirələrini xatırlaması nə ilə izah olunur? Bax, bu abzasda sonunda belə göstərilir ki, alimlər belə hesab edirlər ki, bəzən insanın ruhunun köçürülməsi baş verir. Yəni, dünyasını dəyişmiş insanın ruhu başqa birinə yenidən doğulur. Bu da nədir? Ruhun ölümsüzlüyü deməkdir. Sualın cavabı olur C variantı. İkinci abzasa əsasən qeyri-adi hadisələrlə bağlı elmi tədqiqatlara məhdudiyyət yaradan insan amilini müəyyən edib yazın. Bu abzasdan söhbət gedir. Robert Stewart'ın başına gələn hadisəni göstərir. Orada deyir ki, təəccüblü ki, bu spesifik xüsusiyyət onların özünün adi bir şeysə, tədqiqatçıya maraqlı gələn bu mətləb barədə suallara isə onlar cavab verməkdən imtina ediblər. Yəni, buradan belə bir cavab çıxara bilərik ki, qeyri-adi hadisələrlə bağlı elmi tədqiqatlara məhdudiyyət yaradan insan amili Monqolistandakı rahiblər, Monqolistandakı rahiblər Robert Stewart'ın suallarına cavab vermirdilər. Bu da onların elmi tədqiqatlara məhdudiyyət yaradan insan amilinə çevirir. Məhdudiyyət yaradan insan amilinə çevirir. Bax, bu kimi fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətnə görə sxemi tamamlayın. Dərnəyin yaradılması yoqanı bütün kütlələr üçün əlçatan etmək məqsədi daşıyırdı. Fikri doğrudur, yanlışdır, əsaslanır. Əlbəttə ki, yanlışdır. Çünki burada nə deyir? Yoqa açmaq klubu adlı dərnək var. Alimlər və jurnalistlər istisna olmaqla arzu edilən, istənilən şəxs. Yəni, deməli, bu bütün kütlələr üçün əlçatan deyildi. Yəni, bunu qeyd edə bilərik ki, ABŞ-dəki klub alim və jurnalistlər üçün qapalı idi.
kapalı idi. Bu da verilen fikrin doğru olmadığına əsas verir. Bax, bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Hər zaman sizə verilən bu tipli suallarda əsaslandırmanı tam yazın. Nəyə görə doğrudur, nəyə görə yanlışdır. Mətndə nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Cümlə buradadır. Dünyada çox sirlər var ki, elm hələ də aça bilməyib, izah edə bilməyib və ya sirrini aça bilməmişdir. İzah edə bilməmişdir və s. Buna uyğun fikirlər yazıb cümləni tamamlaya bilərsiniz. Mətndə tünd qara hərflərlə verilmiş cümləni uyğun düzəlişlər etməklə yalnız qüsurlu məqamlarda yenidən yazın. Tünd qara hərflərlə verilmiş cümləmiz buradadır. Bax, diqqətli oluruq. Yalnız qüsurlu məqam deyil. Yəni, bir uşaq öz valideynlərini yazıb özü buradan silməyin. Öz doğmalarına belə bir şeylər yazmayın. Ancaq burada qüsurlu məqamlar hansılardır? Baxın, diqqətlə baxırıq. Bir uşaq öz valideynlərinə əvvəllər haradasa yaşadığını, onu necə harayladıqlarını yox, onu necə çağırdıqlarını xatırladığını deyir. Və valideynlər uşağın dürüst göstərdiyi, dürüst yox, dəqiq, düzgün, dəqiqliklə göstərdiyi yerə gedirlər. Yəni, buradakı qüsurlar bu ikidir. Harayladıqları bir də dürüst. Yəni, bunları düzəliş edirsiniz, bu ikisini. Ancaq ondan sonra tam yazırsınız. Yoxsa sadəcə bunu düzəldir, sonra xatırladığını, yadına düşdüyünü deyir, deyirin yerinə söylər. Bu kimi düzəlişlər etməyin. Sadəcə dediyim kimi harayladıqlarını və dürüst sözlərini dəyişərək cümləni düzgün şəkildə qeyd edirik. Belə yaza bilərik ki, bir uşaq öz valideynlərinə əvvəllər haradasa yaşadığını, onu necə çağırdıqlarını xatırladığını deyir. Yəni, o deyirin yerinə söylər falan yazmayın. Və valideynlər uşağın dürüst yox, dəqiqliklə dəqiq göstərdiyi yerə edirlər. Dəqiq, düzgün də yaza bilərsiniz. Düzgün göstərdiyi yerə gedirlər. Göstərdiyi yerə, yəni yeri, ünvanı falan filan yazmağa ehtiyac yoxdur. Yerə gedirlər. Çünki şərtdə bizdən nə istəyir? Yalnız qüsurlu məqam. Yəni, buradakı yerə qüsurlu deyil. Ona görə əlavə şeylər yazmağa ehtiyac yoxdur. Bax, bu formada cümləni bu şəkildə yazırsınız, sualı cavablayırsınız. Mətnin məzmununa uyğun olmayan cümləni və onun aid olduğu üslubun xüsusiyyətlərini müəyyən edib yazın. Cümlənin ilk sözü və cümlə bu abzasdadır, 3-cü abzasda. Affirmasiya müəyyən qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəşüründə tələb edilən obrazın psixoemosional fonun yaxşılaşdırılması və həyatda müsbət dəyişikliklərin stimullaşdırılmasıdır. Bax, bu cümlənin mətnin məzmununa əlaqəsi yoxdur. Onun ilk sözü yazırıq. Affirmasiya. Sonra aid olan üslub təbii ki, elmi üsluba aiddir. Elmi üslub xüsusiyyətdən yazırıq ki, terminlərin işlədilməsi, yəni ağır terminologiyaya yol verilir. İşlədilməsi, dəqiqlik, konkretlik özünü göstərir. Dəqiqlik, konkretlik özünü göstərir və s. elmi üsluba aid xüsusiyyətlər yazıb sualı cavablandıra bilərsiniz.